Salam əleykum, hər vaxtınız xeyir. Bu günləri tam fərqli bir mövzuda vlog çəkmək istəyirəm. Bu vlogu da çəkməkdə məqsədim öz başıma gəldiyinə görə kiminsə də başına gəlməməsi üçün bu bir növ məlumat xarakterli, yəni sözün düzü mən də usta deyiləm, bu sahənin professional deyiləm, amma yenə də başıma gəldiyi üçün deyir başına gələn başmaqçı olar. Başıma gələn bir məsələni sizinlə bölüşmək istəyirəm. Mövzum Adbul. Adbul nədir? Azərbaycanda bir çox insan demək olar ki, Adbulun nə olduğunu, nə üçün olduğunu anlamırlar. Bu günləri ilk növbədə buna aydınlıq gətirəcəm. Deməli, Adbul tərkibini tam olaraq bilmirəm, amma əsasən bir növ duzlu su kimi bir şeydir. Heç bir belə deyək də əks təsiri, məsələn insana toxunsa, əlinə toxunsa, tökülsə, nəsə bir şey olsa, heç bir əks təsiri yoxdur və dizellə olan ən çox istifadə olunur. Məndə Chevrolet Cruze dizel avtomobilidir. 2017-ci il, bəli, əksəriyyət bunu da işləndə ilk dəfə deyirlər ki, Cruze'un da dizelim var. Bəli, Cruze'un da dizel var. Chevrolet Cruze dizel. Deməli, qaydaq mövzumuza. Gördüyünüz kimi bu Adbul hissəsi, bu yanacaq bakı. Yəni bu iki çən ayrı-ayrılıqda yerləşir. Bu yanacaq çəni, bu da Adbulun çəni. Təxmini deməli 20 litrə qədər səhv eləmirəmsə çənin miqdarı var. Deməli, gözəl insanlar, baş bölüşmək istəyirəm sizinlə. Mütləq şəkildə yeni belə deyək də Euro 6 olan maşınlara, mühərriklə işləyən dizel maşınlara Adbul mütləq şəkildədir ki, yaxşı keyfiyyətli Adbuldan istifadə. Orada mən yenidən qayıtmaq istəyirəm bu göstərdiklərimizə. Mən bunların üzərindəki etiketi həm reklam olmasın deyə, həm də başqa bir məqsəd olmasın deyə bunları üzərindən sökdüm. Deməli, bu 20 litrlik qablaşdırmada olan Adbulu biz almışdıq 35 manata. Yəni belə deyək də, o aralıq yerlərdə daha da ucuza tapmaq olar. Bu isə Türkiyə istehsalı olan 10 litrini mən alıram 30, bəzən 35 manata. Deməli, yeni Euro 6 markalı, Euro 6 mühərrikli maşın, dizel yanacaqlı maşın idarə edirsinizsə, qəti şəkildə, yəni bax bu gördüyünüz Adbullardan hansı ki 20 litri, nə bilim 25 manata, 20 manata, 30 manata, 35 manata qəti şəkildə bu Adbulları maşınınıza tökməyin. Bunlar sistemi, yəni tökdüyünüz anda sistemi məhv edir, sistemi xarab edir. Yəni Euro 6 olan Euro 6 standartlı olan mühərriklərinizə ancaq və ancaq bu qablaşdırmada olan 10 litrlik qablaşdırmada olur. 10 litrə 30 manat. Yəni üzərini də oxuyun. Üzərində Türkiyə istehsalı olan mütləq şəkildə istifadə edin. Yəni həqiqətən 1 litri belə sistemi məhv edəcək dərəcədə sistemi xarab edir. Başıma gəldiyi üçün yenə deyirəm, bunu sizinlə bölüşmək istəyirəm. Hətta belə bir problem yaşandı ki, artıq mənə məsləhət gördülər ki, deməli mühərrikin beynini, maşının beyni söküləcəkdi və bu Euro 3 və yaxud Euro 2 qaydacaqdı. Hətta biri Euro 5-ə dedi. Buna da müəyyən qiymətlər istədilər. Qəti şəkildə deməli bu varianta getməyin. İlk öncə olaraq səhv töküləndə nə olur? Deməli burada aşıbqa, beyinə aşıbqa gəlir. Yəni kompüterdə eləsəz, kompüterdə o barədə aşıbqa çıxın deyim. Yəni kompüterdə konkret olaraq hansısa kodla sizə aşıbqa vermir. Kompüter eləyirsə maşını, maşının beyni normal, hər bir şey gözəl şəkildə işləyir, heç bir problemi yoxdur. Lakin maşının monitoruna, deməli ekranına bildiriş gəlir ki, yəni məsələn bu qədər kilometrdən sonra sürət düşəcək bu qədərə, bu qədər kilometr get-gedə daha da düşür. Yəni bu gəldikdə demə çıxış yolu nə edirsiniz? Sadəcə və sadəcə yaxınlaşırsınız bir ustaya, Adbulu çənini, yalnız Adbulu çənini açırsınız, aşağısından onun alt hissəsindən yeri var. Adbulu çənini tamamilə açırsınız, boşaldırsınız, hansı ki sistemə yaxşı Adbulu tökülməyibsə, yaxşı Adbulu vurulmayıbsa, sistemdə burada monitorda aşıbqa göstərirsə,
Həmin adbulu çənini tamamilə boşaldırsınız. İçərisini quru bir əski ilə, quru bir parça ilə təmiz şəkildə onun içərisini quruluyursunuz. Biraz gözləyirsiniz. Qəti şəkildə ona benzin və yaxud hansısa bir təmizləyici maddə vurmağa olmaz, nə də ehtiyac yoxdur. Mən bir çox ustaya yaxınlaşdım. Bunun belə olacağını demişdim də. Yəni onlar inanmadılar ki, bunun içərisini boşaldıb, quruladıb, nəmi quruladıb, yenə adbul tökəndə o işləyəcək. Buna inanmamışdılar. Dediyim kimi çəni tamamilə boşaldırsınız, içərisini təmiz bir əski ilə, parça ilə qurulayırsınız. Olduğu kimi yerinə yenidən bağladıqdan sonra keyfiyyətli bir adbul, keyfiyyətli, yəni yenə deyirəm 10 litri 35 manata, 30 manata daha baha olan adbullar da var, söz yox. Bilmirəm, indi hər maşının ola bilsin fərqlidir. Mənim maşınım həmin bu bayaq göstərdiyim 10 litrlik Türkiyə istehsalı olan adbulla çox gözəl işləyir. Bir dəfə səhv elədim, yoldan o birisi adbuldan tökmüşdük. Tamamilə sistemi xarab elədi. Maşın dayanacaq həddə çatdı, sürət getmirdi. Maşın rejimə düşmüşdü. Həmin deməli bayaq dediyim kimi çəni açırsınız. Adbulu, çirkli, yaxşı olmayan adbulu tökürsünüz. Arxasınca sildikdən, quruladıqdan sonra olduğu kimi sadəcə yerinə bağlayıb yeni keyfiyyətli adbul tökəndən sonra inşallah ki maşınınız heç bir problemsiz işləyəcəkdir. Yəni adbul önəmlidir, önəmlidir. Həqiqətən mən belə zənn eləmirdim bu qədər önəmli olduğunu və bir çox yəni əgər Euro 6 mühərrikli maşın alınan maşınlarda da baxırsan ki, ustaların əksəriyyəti, belə deyim də, Azərbaycanda əslində bu çox gözəl mühərrikdir. Həm təmiz hava üçün, həm maşının ekoloji cəhətdən, maşının özünə, yəni dizel mühərrikli maşın sürdüyünü sən hiss eləmirsən. Bizdə də onun keyfiyyətli, baş bilən ustası olmadığına görə aparan kimi deyir ki, hə bəs sökək, katalizatorunu sökək, içərisini başını dağda kəsib çıxardırlar katalizatoru, daha sonradan bunu Euro 5 eləyirlər, bəziləri başı çıxmır, Euro 3 eləyir. Yəni qəti şəkildə ona getməyin. Əgər Euro 6 mühərrikli avtomobiliniz varsa, normal. Bilirəm, indi əlavə xərcdir, amma əlavə xərc olsa belə bu maşının özü üçün bir gözəllikdir. Yəni bu əlavə xərcdən çəkinməyin. Qəti şəkildə bu adbulu ləğv elətdirməyə getməyin. Yəni belə deyək də, maşını elə bil ki, yarımcan eləmiş olursunuz. Bir insanın məsələn böyrəyini kəssələr, nə bilim, hansısa bir hissəsini götürsələr, insan əvvəlki kimi gümrah ola bilirmi? Əvvəlki qaydada əvvəlki insan ola bilirmi? Xeyr, ola bilmir. Buna görə də yəni ustaların məsləhəti ilə buna getməyin ki, adbulu sistemini ləğv eləyək qəti şəkildə. Sadəcə indi sürdüyünüz adbulu da gündəlik tökülmür, sürdüyünüz kilometrajdan asılıdır. Sözünüzü mən dəqiq hesablamamışam, amma məsələn mən bir 10 litrlik tökəndə harca bir 3 ay yarım, 4 aya kimi mən bu adbulu istifadə edirəm. Yəni sistem gözəl sistemdir, Euro 6 sistemi gözəl sistemdir, sadəcə qulluq tələb eləyir. Yenə deyirəm, bizdə tam dəqiq bilən ustası olmadığına görə aparan kimi söylüyor ki, bəs Euro 6-dan bunu ləğv eləyək, sistemi sadələşdirək, nə bilim nə. Bu şeylərə qəti şəkildə inanmayın, buna getməyin, beynini sıfırlatmayın. Dediyim kimi, başınıza elə bir hal gələrsə də sadəcə pis adbulunu bakdan, çəndən çıxardırsınız. Heç bir şey eləmədən yeni adbulu tökürsünüz. Sistem özü avtomatik şəkildə yeni adbulu tanıyır və heç bir problemsiz maşını idarə etmək olur. Bu adbul Azərbaycanda çox tanınan bir məhsul deyil. Dəfələrlə olub ki, məndən soruşublar ki, bu nədir, bu nə üçündür. Bununla bağlı da suallarınız olarsa, rəylərdə yazarsınız. Mümkünü qədər cavablandırmağa, bildiyim qədərlərini cavablandırmağa çalışacağım. Allah'a əmanət olun.